263.2 ve 264. maddelerle təqsirləndirilməsinə dair Cinayət İşi üzrə Məhkəməsinin təqdim mərhələsi başa çatmış və Ülviqə Hacıyevanın Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş əməliyyətli Cinayət İşi üzrə sübutlar göstərsilmiş müəyyən olunmuşdur ki, İbtidai İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2 və 264. maddələrinə tətbiq edilmişdir. Odur ki, cinayət üzrə yüngülləşdirici halları və zərərçəkmiş şəxsin, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olması nəzərə alaraq təklif edirəm. Hacı və İlduza Ömər qızı Azərbaycan Municipal Cinayət Məcəlləsinin 263.2 və 264. maddələri ilə təfsir edilsin. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə. Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrin əsasında təyin edilmiş cəzaları istinaflanmasın. Ona kiçik müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə. Barəsində seçilmiş qəti imkan tədbiri dəyişdirsin, məhkəmə nizamlarına tapsansın. Cəzasının ümumi rejim müddəçəkmə məsələsində çəksin, cəzasının əvvəli hökm elan edildiyi vaxtın hesablansın, cinayət işi üzrə maddi sübutlar, məhkəmə xərcləri ilə bağlı məsələ cinayət prosesi orqanı verilsin.